Goranboy rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Goranboy Olimpiya İdman kompleksində 1 iyun uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, ictimai fəallar, məktəb və məktəbə qədər təhsil müəssisələrinin müəllim və şagird kollektivi, valideynlər və rayon ictimaiyyəti iştirak etdilər. İcra başçısı 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə uşaqları təbrik etdi, onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan ətraflı danışdı. Ümumilli liderimiz Heydər Əliyev uşaqlara qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bugün həmin siyasət möhtərəm prezidentimiz Cənab İlham Əliyev və 1-ci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal təhsili, sağlamlığı və əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Tədbirdə uşaqların ifasında konsert proqramları, rəqslər, əl işləri, rəsm əsərləri və müxtəlif idman növlərinə məxsus idman nümunələri nümayiş etdirildi. Sonda səmaya göyərçinlər buraxıldı, xatirə şəkli çəkdirildi.